Salam dostlar, necəsiniz? Uzun bir aradan sonra yenə də mən ilk öncə ördəklərimizi açaq. Niyə bərazlı deyilsə, indi sualın da cavabını verəcəm mən. Yəni niyə belə bu qədər az ördək var? Başıma yaxşı hadisələr də gəldi, biraz pis fason hadisələr də gəldi. İlk öncə deyim ki, bu ördəyimiz küt yatdı. Yani ben bastırdım, bakın görürsünüz. Böyle küt yatıp ağ ördəyimiz belə maşallah olsun. Dostlar, mən bilirsiniz ki 3 dənə səsli ördəklərimi deyirəm və lal ördəklərimizi deyək. 3 dənə 3 sözü deyəmədim. Fikrim buradaydı. Hoca. 2 dənə dişi lal ördəyim var idi, bir dənə erkək, 3 dənə erkək səsli ördəyim vardı, bir dənə də dişi. İndi bunun biri yaxşı erkək idi, yəni erkəklik eləyə bilirdi. O birisi kəsdim ikisini, yaxşı erkək saxladım. Buranı da mişol qazıb, mış qazıb. Yəni təzədən hər gün buradan qazı çıxardıram, mən də təzə qaytaram ki. Belə həm bu videomuzda yerlərini təmizləyici, həm də uzun müddətli video atmırdım. Belə. İndi nəsə bir lan ördəyim xəstələndi, yəni mən kəsdim onu. Risk oldu. Ki birdən-birə gəlirdim yerlərin yem verməyə, yem düzəltmişdim. Bir də gördüm oturub yerdə. Dedim ki ölməsin, heyifdir. Mən də kəsdim. Ondan sonra o bir 2 dənə səsli ördəyim olsa lap əvvəlcədən demişdim ki kəsəcəm. Belə də oldu, kəsdim. İndi var bir səsli ördəyim, bir dişisi, səsli dişi, bir dənə erkək lal ördəyim, bir dənə də dişisi lal ördək. Belə nə deyim ayrı? Ya bu qədər. Yəni lal ördəyimizdə bastırdıq. Altına 11 dənə yumurta qoymuşam. Yumurtalar qarışıqdır. 4'ü səsli ördəyimin yumurtasıdır. Bunun öz yumurtasının mayası olmadığı üçün onu qoymadım. Burada yatır, burada ördəyimiz. İndi biraz bir-iki də hesaplamanı səhv hesaplamışam. Yəni ki əsas ki bu səsli ördək 28 günə çıxır. Mən bilən, səhv eləmirəmsə, tam dəqiq bilmirəm. Deyəsən toyuqda 21 günə çıxardır. İndi bu toyuqlar tez çıxacaq. Toyuq yumurtaları belə tez çıxacaq. Görək yatacaqmı ördək yumurtaların üstündə. Onlar da çıxarsın. İndi mən əlimdə telefondan belə rahat təmizləyəm. Ama neyse, birinci bu tarçın taxtalar üstünü təmizləyək. Allah da həyətdə su içirlər. Və nəsə dostlar, gördüyünüz kimi da bizim ağ ördəyimiz dikilir. Küt yatır burada. Yumurtalarını da hamısını alıbdı altına. Belə baxın, qətlən tükün zanda tökübdü. Dostlar, kabak fotoğrafı neyse tükün zanda tökübdü. Maşallah olsun, inşallah çıxımı qəşəng olar. Neyse, mən də buranı təmizləyim, videonu açacağım. Bunlar yenə yola getmirlər. Qovarlarmış. Qovarlar bir-birlərini. Tüçürək qoyaq buranı. Çərəm qoyaq buranı. Buranı da yer bayağı bir kirlənibdir. Döküblər. Əslində elə də batmır. İndi 2-3 gündür təmizləmirdim də. Yəni ördək az olduğuna az batır. Ona görə belə təmizləyim. İndi mən buralara videonu açacağım. Və danışdığım kimi bu dişin arasında, yəni o bir lal ördəyim xəstələndi. Bu boyda bir işin arasında bir dənə yaxşı bir şey oldu ki, bu ördəyimiz küt yatdı. Bunu da əslində özüm yatızdırmırdım sözüncü. Bu çoxdan yumurtluyordu. Prosto mayası yox idi.
İndi altında var 4 dənə səs ördək yumurtası. Nə qədər? Hardasa 7 dənə toyuq yumurtası. İndi görək. İnşallah çıxar qəşəng cücələr falan. İnşallah belə bu qədər. İndi mən videonu dayandırım. Buralar belə. Orada boş şeydi. Maşın zapcastıdır. Neyse bu videonu dayandırım. Aha dostlar belə təmizlədim. Bunları düzəltdim. Bunu bura çəkdiyim üçün bıçaqdan üstə yatırdı. Ora boşluq qap görsünüz. İndi onu da düzəldəcəm sabah belə. Burada da küt ördəyimiz. Pəncərəni nə vaxtdan da açmırdım. Bağlayaq yumurtalar soyuq olmasın deyə. Mən də ilk dəfə də kürt heyvan yatıstıram deyə. Yəni öz heyvanlarından da. Görürüz heyecanlıyam. İndi orada yemək var deyim. Götürüm onu qatışdıraq. Aha dostlar belə. Töküm içinə. Öyle lezzetler. Aldım kahve tökəmizsə belə. Evet gözlə. Qatışdırmağıma ehtiyac. O bir küt yatan dəmzi yemək zamıymış. Nətər dişdahla yiyeceğim ona baxın maşallah. Canavarın deyil canavar. Bu tərəflədikcə zayı çıxır. Sən də tərəfləməyəcək. Haydi batayım. Neyse diyeyim o ördəklərimizi gətirim. Aha dostlar belə gətirdik. Ördəklərimiz buradadır. Öyle. Böyle ördəyimiz. Bunlar da səsliylə dişir. Aslında uzun müddətdir video çəkmək istirdim. Prosto həm biraz əyrinirdim. Sözün düzü. Hem de biraz necə deyim, həvəsim yox idi video çəkməyə. Nəysə bugün qərara gəldim ki, video çəkeyim. Deyəsən ötən videomda demişəm yoxsa yox. YouTube'da daha videolar gələcək. O tam yadımda deyil. Mən belə çalışacağım atım ara da olsa. Belə ördəklərimiz. Aslında YouTube video atmamağım çox bir necə deyim, məsələsi var. Yəni həm yerim yoxdur. Yəni mənim ördəklərim ancaq burada qalır. Həyətə çıxırlar, yəni. İndi bunları Allah qoysa, inşallah Allahın köməkçisi ilə aparacağım kəndə. Artıq orada baxam. Orada baxalar. Aparacağım kəndə. Orada da yine tikmişəm. Yəni tikmişik. Sadəcə qapısı da demək olar ki var. Orada heyvan saxlanmır. Qəşəng ağaclar, otlar belə. Aparacağım orada doyunca otlayalar, çimələr. İndi mən bura su qoymuram ki bataqlıq olmasın. Amma tez-tez arada bura qoydum. Buradan içirlər. Amma tez-tez arada tez-tez belə çıxardıram suya. Su içirlər həyətdə. Gündə 4-5 dəfə çıxardıram suya. Ve otururlar burada, hərləndirlər, gəzirlər özləri üçün. Burada da bu əlimin kölgəsi ki, burada da ördəyimiz var. Səsli ördəyimiz üçün də bu yeşil yarmışıq. Bu ölümdən döndü keçən dəfə. Yəni pis vəziyyətdə idi. Belinə su vurduq, ağzına su vurduq, sonra özünə gəldi. Nəsə bir qum yemişdi, pis vəziyyətə düşmüşdü. Da ki, bunda da it canı var. Bunu vurur. Bunu vurur. Qorxlu dal ördək. Belə. Nəsə dostlar, sağ olun. Video bəyənib kanala abunə olmağı unutmayın. İnşallah yeni videolar gələr. İnşallah cücələr, ördək balalarımız çıxar. Ona videolarını çəkib ataram. Belə. Lal ördək balası olmasa da, amma səsli ördək balası olacaq. Səsli görmüşəm, səsli ördək balası. Bunlarda özüm böyütməmişəm, lal ördəkləri almışam. Buna mən neçə manat vermişdim, baha almışdım. Ama biləm, bu erkək deyə mən baha almışdım. Amma biraz təsdiq elədim. Cəmaət erkəyi böyük alır, dişini balaca alır. Mən də dişini böyük almışam, erkəyi balaca almışam. Bu da qalıb belə indi. Hə?
Ayağıma nəsə düşdü. Bir. Neyse dostlar, sağ olun. Yeni videolarda görüşəndə.